Həkimlik fəaliyyətimiz zamanı qarşımıza çıxan ən maraqlı, həm ən çətin vəziyyətə düşdüyüm, həm də bir gülməli olan bir vəziyyəti danışmaq istəyirəm. Deməli, Səudiyyə Ərəbistanında işlədiyimiz zamanlarda bizdə də çox ciddi ağır xəstələr olanda və yaxud bu hərbçi ailəsi olanda biz bunu Ciddədə hərbi xəstəxana var, ora aparırıq. Məsələn, bir dəfə bu ağır infarktlı xəstələrdən birinin, hansı ki atası da elə hərbçi idi, aparmaq mənim üzərimə düşmüşdü və bu Ciddəyə gedəndə də yol Məkkənin yaxınlığından haram denilən bölgədən düşdüyünə görə orada da ancaq müsəlman olan şəxslər keçə bilər. Mənə də deməli tibb bacısı verdilər, həmişə poliklinikada işləyən, çünki o müsəlman idi. İşləyənlər bilir ki, Səudiyyə Ərəbistandakı tibb bacılarının çoxu Hindistan mənşəli olur. Nəysə gəldik, Taifdən Məkkəyə yenən bizim dildə desək perevallar var. Bu perevallar bizim perevallar kimi deyil. Yəni bizim perevallar bunun yanında düz yol kimi bir şeydir. Bu perevallara çatanda xəstənin təzyiqi düşdü. Xəstənin vəziyyəti ağırlaşdı. Biz bunu normallaşdırmağa çalışanda ondan sonra mənim tibb bacısı olan Nurun vəziyyəti pisləşdi perevallarda. O da yıxıldı onun yanına. Nəysə, bitər xəstənin vəziyyətini düzəltdik. Hələ Nurun vəziyyəti daha pis qalmışdı. Yəni xəstə ilə birləşib axırda Nurun vəziyyətdən çıxardası olduq. Yəni bu həm belə bir mənim üçün bir gülməli, həm də çox belə həmin momentdə də çox belə çətinlik yaşadan anlarımdan biri idi.